danışırıq isim. Bildiyimiz kimi isim əşyanın adını bildirir və kim, nə, hara suallarına cavab verir. Yadınızda qalsın, bəzən belə bir suallar qarşımıza çıxır. Deyir, əşya bildirən sözləri seç. Bu zaman, məsələn, aşağıda insan adı da verir, əşya da verir və yer məkan bildirən sözlər də verir. Bu zaman bəzən əşya bildirən sözlər götürülür, məsələn, kitab, dəftər, qələm. Amma orada Bakı, Şəki, yer adı varsa, yaxud da İnci, Yasəmən, adam adı varsa, bunlar götürülmür. Amma bu yanlış anlaşılmadır. Yəni, əgər əşya bildirən sözlər deyirsə, ismin tərifidir. Kim, nə, hara sualına cavab verən, nə varsa götürməlisən. Yəni, əşya bildirən söz desə, burada məkan da götürülür, yer də götürülür və əşya varsa, əşya da götürülür. Hamısı bir yerdə əşya bildirən söz sayılır. Və isim kim, nə, hara sualına cavab verir. Oranı bilirsiniz də, kim canlılara, nə digər canlılar və yaxud da əşyalara, harada məkan anlayışı bildirənlərə sual verilir. İsimlər olur quruluşca sadə, düzəltmə və mürəkkəb. Sadə isimlər ya bir kök, ya da kök və qrammatik. Düzəltmə isimlər kök, leksik, mürəkkəb isimlər ən az iki kökün birləşməsindən yaranır. Sadə isimlərə, məsələn, deyə bilərik ki, uşaq, sadə. Yaxud da evlər, ev sözünün kökü, lər qrammatik, yenə sadə. İşdən, iş sözünün kökü, dən qrammatik, sadə. Bir kök və ya qrammatik şəkilçi varsa sadə. Düzəltmə isimlər kök və leksik şəkilçilər vasitəsilə yaranır. Məsələn, deyirəm çı, çi, çu, çü, balıqçı. Ça, çə. Məsələn, meydança, kitabça. Lı, li, lu, lü, şəhərli. Lı, li, lu, lü şəkilçisi insan anlayışı bildirən sözlərdə isim olur. Şəhərli, məktəbli, kəndli, bunlar hamısı isimdir. Yaxud da lıq, liç, luq, lüç, çəmənlik, otluq. Bir cür yazılan laq şəkilçisi, buzlaq. Yaxud da ola bilər, məsələn, isimdə xana, dəftərxana. Çar, sənətkar. Çeş, dəmkeş. Sonra başqa şəkilçilərimizdən var. Stan, gülüstan. Gülüstan. Başqa deyə bilərik. Var dar şəkilçisi. Ambar, dar. Daş şəkilçisi. Yoldaş. Cil. Əmimcil. Yaxud da çı, çi, çu, çü şəkilçisi. Bizimki. İsim düzəldir. Çoxdur şəkilçilər əslində, saymaqla bitməz. Şəkilçiləri əzbərləmək metodundansa, ona sual verib tapmaq daha aydın metoddur və imtahanda daha asan tapılan metoddur. Məsələn, balıqçı deyəndə, bu zaman çıdan öncə balıq, isim, balıqçı, heyvandan peşə yarandı. Bu zaman deməli, çı, çi, çu, çü leksikdir. Leksik qrammatik olduğunu tapmaq üçün yeni söz yaratmağına diqqət etmək lazımdır. Meydan, meydança. Meydan böyük, meydanca kiçik. Yaxud da kitab, kitabça. Yaxud da deyirik ki, məsələn, dar şəkilçisində. Ambardar. Ambar, məkan mənasında. Ambardar, ambara baxan adam mənasında. Daş. Yol, yoldaş. Sənə yolda yolçuluq edən adam yoldaş. Cil, qohumluq yaradır. Əmim, əmimcil. Leksik şəkilçilər yeni mənalı söz yaradır. Amma qrammatik şəkilçilər sözün formasını dəyişir. Bunlar isim düzəldən, adlardan isim düzəldən leksik şəkilçilərdir. Adlar deyəndə isimdən, sifətdən, saydan, zərfdən, əvəzlikdən, feildən də isim düzəldən şəkilçilərimiz var.
Məsələn, bunlara deyə bilərik. Məsələn, ar şəkilçisi. Açar. Aç feilinə ar qoşulur, açar əşya yaranır. Yaxud da deyirəm mamə şəkilçisi. Bu şəkilçi həm qrammatikdir, həm leksik. Məsələn, dondurma. Deyirəm, dondurma dadlı idi. Burada mamə leksikdir, yeni söz yaradıb. Mamə hətta sifət də yaradır. Məsələn, burma saç, necə saç, sifət də yaradır. Sifət isim yaradır, feildə də inkardır, qrammatikdir. Əgər desək ki, məsələn də, dondurma ləzzətli idi, burada mamə leksikdir, isim yaradır. Əgər bizə desək ki, əti çox dondurma, buradakı mamə qrammatikdir, yeni söz yaratmır, feildir, inkardır. Sonra ola bilər ki, məsələn, şəkilçilərlə o qədər də uğraşmağa ehtiyac yoxdur. Mən şəkilçilərin heç vaxt üstündə durmuram. Şəkilçilərə yenə deyirəm, sual verin, tapın. Əzbərləyəndə yadda qalmır. Şəkilçi çoxdur. İsimdə, sifətdə, sayda, zərfdə, feildə. Bu qədər şəkilçini yadda saxlamaq çətindir. Ən gözəli sual verib tapmaqdır. Sonra varımızdır bizim mürəkkəb isimlərimiz. Mürəkkəb isimlər bitişik yazılır, defislə yazılır. Lakin ayrı yazılmır. İstər mürəkkəb sifət, istər mürəkkəb isim ayrı yazıla bilməz. Və iki sözün birləşməsindən olur. Məsələn, ayaq, qabı. Ayaq bir kök, qab bir kök, qıda qrammatik. Bu olur mürəkkəb isim. Yaranma yolları müxtəlifdir. Məsələn, iki müxtəlif mənalı sözün birləşməsindən yarananlar. Bunlar bitişik yazılır. Sonra varımızdır aha. Bitişdiricisi ilə yarananlar. Bunlar da bitişik yazılır. Deməli, vur, ha, vur. Qaça, qaç. Gəl, ha, gəl. Basa, bas. Bunların hamısı mürəkkəb isimdir, bitişik yazılır. Sonra varımızda əks mənalı sözlər. Məsələn, deyə bilərik ev, eşik. Əks mənalı sözdən yaranır, mürəkkəb isimdir, defislə yazılır. Yaxın mənalı, gül, çiçək. Yaxın mənalıdır, defislə yazılır. Bir tərəfə ayrılıqda işlənməyən. Çör, çöp, meyr, meyvə. Eyni sözün təkrarı, məsələn, top, top. Deməli, mürəkkəb isimin yaranma yolları oldu. İki müxtəlif mənalı sözün birləşməsi, ayaqqabı, kəhlik otu, dəvə dabanı, dəvə tikanı. Aha birləşməsi ilə yarananlar, vur ha vur, qaça qaç, gəl ha gəl, basa bas. Əks mənalı sözlərdən yarananlar, ev, eşik. Yaxın mənalı, gül, çiçək. Bir tərəfə ayrılıqda işlənməyən, çör, çöp. Eyni sözün təkrarı, top. Deməli, əks mənalı, yaxın mənalı, bir tərəf işlənməyən, bir də eyni sözün təkrarı. Bunlar defislə. İki müxtəlif mənalı sözün birləşməsi, bir də aha ilə yarananlar bitişik yazılır. Bu bizim ismin quruluşsa növləri. Sonra varımızdır bizim isimlər. Varımızdır tək və cəm isimlər. Tək və cəm. Tək isimlər bir, vahidlik bildirir. Məsələn, kitab. Məsələn, qələm. Cəm isimlər düzəlir larlər şəkilçisi ilə. Məsələn, evlər, işlər. Və bu şəkilçi qrammatik şəkilçidir. Bir də var toplu isimlər. Toplu isimlərə deyirik sürü, qoşun, millət, xalq, alay, naxır, ilxı və s. Deməli, toplu isimlərdə larlər şəkilçisi olmadan, cəm şəkilçisi olmadan çoxluq bildirir. Bunlar toplu isim sayılır. Sürü, qoşun, millət, xalq, alay, naxır, ilxı, ordu, bölük, sonra kütlə, dəstə. Bunlar hamısı toplu isimlər sayılır. Toplu isimlər cəmlənə bilər. Məsələn, sürülər, qoşunlar, millətlər.
İkisi cəmlənməz. Əhali və cəmaət. Bu toplu isimlər cəmlənməz. Digər toplu isimlər cəmlənə bilir. Əhali, cəmaət cəmlənməz. Sizə sual salsa ki, məsələn, sürü toplu isimdir. Cəmiyyətcə təkdir, yoxsa cəmdir, cəmiyyətcə təkdir. Cəmiyyətcə cəmi yaradan larlər şəkilçisidir. Bu şəkilçi olmasa o isim tək isim sayılır. Sürü, qoşun, millət, xalq, alay, naxır bunlar hamısı tək isim sayılır. Yox, əgər sürülər, qoşunlar olsa o cəmiyyətcə cəm isim sayılır. Və bəzi isimlər var ki, onlarda çoxluq bildirir, amma toplu sayılmır. Meşə, bağ, okean, dəniz, çay, buket, salxım, nar, qarğıdalı bunlar toplu isim sayılmır. Yadınızda qalsın, asan bir yol deyim. İnsanlar və heyvanlar yığını topluluq yaradar. Əşyaların bir araya yığışması topluluq yaratmaz. Baxın, sürü, naxır, ilxı, heyvan yığını. Qoşun, xalq, millət, alay, ordu, məsələn, cəmaət, əhali, insan yığını. Bunlar topluluq yaradar. Yox, əgər bizə desək ki, məsələn desə, meşə, ağac yığınıdır. Bağ, ağac yığını. Dəniz, su yığını. Okean, su yığını. Çay, su yığını. Şələ, odun yığını. Yaxud da buket, gül yığını. Və yaxud da nar, dənəciklərinin yığını. Salxım, üzümün cilələrinin yığını. Bunlar topluluq yaratmaz. Deməli, insanlar və heyvanlar yığışması topluluq yaradar. Cansızların bir araya gəlib yığışması topluluq yaratmaz. Bunlar toplu isim sayılmır və topluluq yarada bilməz. Daha sonra isimin içərisində var konkret və mücərrəd isimlər. Gözlə gördüyümüz, əlla təmas etdiyimiz, şəklini çəkə bildiyimiz, hiss edə bildiyimiz isimlər konkretdir. Gördüyüm, toxunduğum, hiss etdiyim, şəklini çəkdiyim konkretdir. Məsələn, deyə bilərik qab, yaxud da deyə bilərik dəftər, toplu deyirəm, konkret. Bunları çünki görürük, toxunuruq, şəklini çəkirik, hiss edirik, konkret. Hətta külək və hava belə konkret isim sayılır. Çünki külək də bizə toxunur, həm hiss edirik, həm də toxunur. Hava da bizə məsələn həm də görürük, küləyi də görürük, havanı da görürük. Məsələn, havanın növlərini görürük, qarlı, yağışlı, məsələn, dumanlı, çənli havalar. Həm toxunur bizə, həm hiss edirik, həm görürük. Ona görə bunlar da konkret sayılır. Mücərrəd odur ki, bunun tam tərsi. Görə bilmirik, toxuna bilmirik, hiss edə bilmirik, müəyyən qismlərini hiss edirik, şəklini çəkə bilmirik. Bunlar mücərrəd. Məsələn, deyirik yuxu, duyğu, düşüncə, anlayış, sevgi və s. Deməli, bunlar hamısı mücərrəd. Bunlar hamısı konkret. Bəzi isimlər var ki, onlar həm konkret, həm mücərrəd sayılır. Yerinə görə həm konkret olur, həm də mücərrəd olur. Bunlar hansılardır? Deməli, həm konkret, həm mücərrəd. Vergi, saat, ay, gün, sonra bazar, daha sonra ağıl, analıq, atalıq, bacılıq, qardaşlıq. Bunlar həm konkret, həm də mücərrəd sayılır. Yerinə görə işlədək. Məsələn, Allah vergisi mənasında mücərrəddir. Amma dövlətə keçirdiyimiz vergi konkret. Zaman mənasında saat ötüb keçir, mücərrəd. Amma divar saatı, qol saatı konkret. Göydəki ay konkret.
İlin ayları mücərrəd. Göydəki gün günəş mənasında konkret. Həftənin günləri mücərrəd görmürük. Alış-veriş etdiyim bazar görünür konkret. Həftənin bazar günü mücərrəd. Ağıl, insan ağlı mücərrəd. Heyvanları salınan yer, məsələn, yayda heyvanları çəpərli yerlərə salırlar, ağıl adlanır. O konkret. Analıq, atalıq, bacılıq, qardaşlıq hissi mənasında, analıq hissi, atalıq hissi mücərrəd. Öceylik mənasında, məsələn, analığı gəldi, atalığı gəldi, bacılığı gəldi, konkret. Deməli, bunlar iki ilə həm konkret, həm də mücərrəd isim sayıla bilir. Bir də varımızdır, peşə sənət bildirən isimlər mücərrəddir, cəmlənmir. Müəllimlik, həkimlik, sürücülük və s. Bu tipli isimlər mücərrəddir, cəmlənmir. Müəllim konkretdir, həkim konkretdir. Amma müəllimlik, həkimlik mücərrəddir. Onlar gözdən görünmür. Deməli, biz müəllimi və həkimi görə bilirik. Müəllimlik, həkimliyi, peşələri gözlə görə bilmirik. Yaxud da, məsələn, deyə bilərik ki, deməli, varımızdır oradan, məsələn, müəllimliklər deyirlər. Müəllimliklər cəmlənə bilməz. Müəllimlər cəmlənər, həkimlər cəmlənər, sürücülər cəmlənər. Peşələr deməli cəmlənmir, mücərrəddir. Bunu da belə yadda saxlayırıq. Daha sonra isimin içərisində var ümumi və xüsusi isimlər. Deməli, ümumi isimlər ümumən əşyaları adlandırır. Xüsusi isimlər varlığı tək olanları adlandırır. Ümumi isimlər ümumən əşyaları adlandırır. Xüsusi isimlər varlığı tək olanları adlandırır. Ətrafımızda gördüyünüz əşyalar ümumi isimdir. Kitab, dəftər, qələm, çanta, bunlar ümumi isimdir. Xüsusi isimlərə məsələn insan adları, soyadlar, ləqəblər, təxəllüslər, heyvanlara verilən adlar, toponomik adlar, yəni yer, məkan adları, bunlar xüsusi isimlərdir. İlk hərfi yerindən asılı olmayaraq hər zaman xüsusi isimlər böyük yazılır. Dilimizdə elə isimlər var ki, onlar həm ümumi, həm də xüsusi olur. Məsələn, buna deyə bilərik lalə, yaxud da deyə bilərik, məsələn, sevgi, insan sevgisi, adam adı sevgi, yasəmən, yaxud da deyə bilərik, xəyal, arzu. Bunlar həm insan adı, həm də insanın arzusu, xəyalı, sevgisi, yaxud da lalə gül adı, yasəmən gül adı, bənövşə gül adı, yaxud da deyə bilərik qərənfil gül adı, adam adı. Bunlar yerinə görə ümumi və xüsusi isim sayılır. Bəzən çaşdırmaq üçün mehriban sözünü də verirlər. Yadınızda qalsın. Mehriban sözü xüsusi isim kimi gedər. Məsələn, mehriban xala mənim, məsələn, xalamdır. Kim? Mehriban xala. Burada xüsusi isim kimi gedər. Amma ümumi mənası sifətdir. Məsələn, mehriban qadın. Necə qadın? Deməli, bu həm ümumi, həm xüsusi isim kimi getməz. Ümumi mənası sifətdir. Sənə desək aşağıdaşlardan həm ümumi, həm xüsusi olanını seç, mehribanı seçsən də cavab səhv olar. Mehriban ümumi mənası sifətdir. Yaxud da qorxmaz. Qorxmaz insan adı kimi xüsusi isim olar. Amma qorxmaz oğlan, yəni qorxmayan insan mənasında necə insan? Məsələn, qorxmaz insan, necə insan? Burada sifət olar, ümumi mənası sifət olar. Yəni, bu həm ümumi, həm də xüsusi isim sayılmaz. Başqalarını da deyə bilərik. Məsələn, adil. Adil adam adı gedər, xüsusi isim, amma adil hökmdar necə hökmdar? Ümumi mənası sifət olar. Bunları həm ümumi, həm xüsusi isim kimi götürə bilmərik. Daha sonra dərsimizdə var isimin mənsubiyyətə görə dəyişməsi. İsim bölməsində ən önəmli mövzu mənsubiyyət və hallanmadır. Mənsubiyyətə görə dəyişmə. Yaxşı. Mənsubiyyətə görə necə dəyişirik? Məsələn, mənim
evim. Yadımızda saxlamalıyıq ki, birinci yiyəlik gələr, daha sonra mənsubiyyət gələr. Birinci mənsubiyyət gələ bilməz. Birinci yiyəlik, sonra mənsubiyyət gələr. Bunlar bir-birindən ayrılmır. Yiyəlik varsa mənsubiyyət var, mənsubiyyət varsa yiyəlik var. Məsələn, sənin dərsin. Sənin yiyəlik, dərsin mənsubiyyət. Onun işi. Onun yiyəlik, işi mənsubiyyət. Bizim, məsələn, kitabımız, bizim yiyəlik, kitabımız mənsubiyyət. Sizin qələminiz, sizin yiyəlik, qələminiz mənsubiyyət. Onların dərsləri, onların yiyəlik, dərsləri mənsubiyyət. Mənsubiyyəti tapmağın başqa bir yolu, əgər mənim sənin yoxdursa, özümüzdən artırıb cümlədə tapmaqdır. Mənim sənin sözünü artıra biliriksə mənsubiyyət. Artıra bilmiriksə, deməli, hal şəkilçisidir. Məsələn, deyirik ki, evin uzaqdır. Bir də deyirik ki, evin qayğıları bitmir. Evin uzaqdır da, sənin evin deyə bilirik. Yəni, özümüzdən sənin artıra bilirik. Əgər qarşısına sənin qoydunsa, deməli, bu söz mənsubiyyətdir. Amma burada evin qayğıları bitmir də, sənin evin qayğıları bitmir desək, biraz mənasız çıxır. Yəni, sənini qoya bilmirik. O zaman evin sözü yiyəlik, qayğıları onun qayğıları deyə bilirik. Qayğıları sözü mənsubiyyət. Başqa birini deyim. Kitabım yenidir. Yiyəlik halda verirəm ki, yiyəlik halına qarışdırılır. In-in-unun şəkilçisi həm yiyəlikdə var, həm mənsubiyyətdə. Bir də deyirik ki, kitabın üzü yenidir. Kitabın yenidir, sənin kitabın yenidir deyə bilirəm. O zaman kitabın mənsubiyyətdir. Yox, kitabın üzü yenidir, sənin kitabın üzü deyəndə mənasız çıxır. Deməli, kitabın yiyəlik, üzü onun üzü deyə bilirəm, mənsubiyyət. Mənsubiyyətli söz hal şəkilçisi qəbul etməyibsə adlı halda sayılır. Yəni, burada məsələn, evin hal şəkilçisi yoxdur, yalnız mənsubiyyət var adlı halda. Qayğıları yalnız mənsubiyyətdir, adlı qaldı. Yaxud da kitabın başqa hal şəkilçisi yoxdursa, adlı qaldı. Burada üzü adlı qaldı. Mənsubiyyəti tapmağın yolu, qarşısına mənim, sənin, onun, bizim, sizin, onların artırırıq. Artıra biliriksə mənsubiyyətdir. Artıra bilmiriksə hal şəkilçisidir. Yiyəlik və təsirli halların şəkilçisi amonimdir. Yəni, bu şəkilçilər həm mənsubiyyətdə var, həm hallanmada var. Qarışdırmamaq üçün qabağına mənim, sənin, onunu artırırıq. Artırırıqsa hal şəkilçisi deyil. Artıra bilmiriksə bu zaman hal şəkilçisidir. Bir də deməli, mənsubiyyətli söz yiyəlik, yönlük, çıxışlıq, yerlik, təsirlik halın şəkilçisini qəbul etməyibsə, deməli, bu söz avtomatik adlı hal sayılır. Qəbul edərsə, həmin hala çevrilir. Məsələn, deyir ki, işində hər şey yaxşıdır. Qarşısına qoyuram, sənin işində hər şey yaxşıdır. Sənin qoyduğun yiyəlik haldır. İşin, sənin işin. Bu in mənsubiyyətdir. Bu dadə də yerli haldır. Tabi bu sözü adlı hal götürənmərəm. Mənsubiyyətdən sonra hansı şəkilçisi gəlibsə, hal şəkilçisi həmin hal sayılır. Bu artıq yerli hal sayılır. Amma məsələn, burada qayğıları sözündə mənsubiyyətlə bitib hal şəkilçisi gəlməyib. Bu adlı hal sayılır. Hal şəkilçisi gələrsə, həmin halda sayılır. Gəlməzsə, təkcə mənsubiyyətdirsə, adlı hal sayılır. Bir də mənsubiyyətdə mənbə, mənşə, mənafi, mövqe, tali, sunə.
Bu isimlər mənsubiyyətə görə dəyişərkən yalnız y bitişdiricisini qəbul edir. Bitişdiricilərimiz n, y, s. Bunlar n və s bitişdiricisini qəbul eləmir. Təkcə y bitişdiricisini qəbul edir. Məsələn, mənbəyi, mənşəyi, mənafeyi, mövqeyi, taleyi, suyu, nəyi. Yalnız y bitişdiricisini qəbul edir. Ona görə bunun sualı imtahanda məsələn qarşınıza necə çıxır? Aşağıdaşlardan birinin mənsubiyyətə görə dəyişmə baxımından fərqlidir. Məsələn, verir kitab, dəftər, çanta, mənbə. Orada fərqlilik, yəni digər isimlər n, y, s bitişdiricisi qəbul edir. Amma bu mənbə, mənşə, mənafe, mövqe, tale, su, nə? Bunlar yalnız y qəbul edir. Fərqlilik onu nəzərdə tutur. Məsələn, belə versə, aşağıdaşlardan hansının mənsubiyyətə görə dəyişməsi fərqlidir desə, o zaman bunlardan birini götürürük. Mənbə, mənşə, mənafe, mövqe, mənbəyi, mənşəyi, mənafeyi, mövqeyi, taleyi, suyu, nəyi. Mənsubiyyətə görə dəyişəndə y bitişdiricisi artırılır. Mənsubiyyət yiyəlik halına sıx bağlıdır. Yiyəlik hal gələr, sonra mənsubiyyət gələr, yaxud da qarşısına qoymaqla tapırıq. Mənsubiyyət varsa yiyəlik var, yiyəlik varsa mənsubiyyət özümüz məsələn qoyub qarşısına tapırıq. Daha sonra mənsubiyyət şəkilçiləri qrammatik şəkilçilərdir. Bu dərs biz hallanmaya qədər danışdıq. Gələn dərs dərsin davamını keçəcəyik. Hallanmadan sonranı gələn dərs davam edəcəyik.